Atmosfer təzyiqi haqqında danışacağıq. Hava deməli yer səthinə və oradakı bütün cisimlərə müəyyən qüvvə ilə təsir eləyir. Buna da atmosfer təzyiqi deyilir. Təzyiq də temperatur kimi hündürlüyə qalxdıqca azalır. Belə ki, temperatur hər 1000 metrdə 6 dərəcə azalırdı. Təzyiq isə hər 1000 metrdə 100 millimetr civə sütunu, hər 100 metrdə 10 millimetr civə sütunu, 10 metrdə isə 1 millimetr civə sütunu azalır. Deməli, 1 millimetr civə sütunu təzyiqin azalması üçün lazım olan hündürlüyə barik pillə deyilir. Təzyiq də temperatur kimi həm şaquli, həm də üfüqi vəziyyətdə dəyişir. Necə? Bayaq dediyimiz kimi hündürlüyə qalxdıqca azalır. Bir də enliklər boyunca dəyişir. Belə ki, 5 təzyiq qurşağı var. Bunlardan deməli, təzyiq də temperatur kimi həm üfüqi, həm də şaquli istiqamətdə dəyişir. Deməli, dağın ətəyindən zirvəsinə doğru dəyişilməsinə deməli, təzyiqin şaquli istiqamətində dəyişilməsi deyilir. Bir də ekvatordan qütblərə doğru dəyişilmə var. Məsələn, necə? Ümumiyyətlə 7 təzyiq qurşağı var. Bunun 4-ü yüksək, 3-ü alçaqdır. Belə ki, qırıq-qırıq xətlər ki var, tropiklər və qütblər. 2 tropik, 2 qütb dairəsində olan təzyiqlər olur yüksək təzyiq. Amma ortada, yəni ki, ekvator xətti boyunca, sonra mülayim enliklərdə isə olur alçaq təzyiq. Bir də deyirik, deməli, 4 yüksək təzyiq var, 2 tropik, 2 qütb dairəsi boyunca olan təzyiqlər, 3 də alçaq təzyiq var. Biri ekvator xətti boyunca olan, ikisi isə şimal mülayim və cənub mülayimdə olan alçaq təzyiq. Deməli, yer kürəsində 7 təzyiq qurşağı var. Baxaq, bunlar necə paylanıb? Ekvatordan qütblərə doğru temperaturun dəyişməsi ilə əlaqədar olaraq təzyiq də dəyişir. Yəni, necədir bu? Bu 7 təzyiq qurşağının 4-ü yüksəkdir, 3-ü alçaqdır. Bu 4 təzyiq qurşağı 2 tropik xətt, 2 də qütb dairəsi boyunca yerləşmişdir. Yəni, xəritədə olan 4 qırıq xətt ki var, o 4 qırıq xəttdə ikisi tropik, ikisi qütb olmaqla 4-ü yüksək təzyiqdir. Mülayim və ekvatorial ərazilərdə isə, yəni şimalda mülayim, cənubda mülayim, ortada isə ekvatorda olan təzyiq isə alçaq təzyiq qurşağı adlanır. Deməli, normal atmosfer təzyiqi deyəndə nə başa düşülür? 45-ci enlikdə dəniz səviyyəsində 760 millimetr civə sütunu təzyiq normal atmosfer təzyiqi sayılır. 760-dan çox olanda yüksək təzyiq deyirik, az olanda alçaq təzyiq sayılır. İndiyə qədər dünyada müşahidə olunmuş ən yüksək təzyiq Rusiyada Sibir ərazisində 816 millimetr civə sütunu müşahidə olunmuşdu. Ən alçaq təzyiq isə Yaponiyada Nensi qasırğası baş vermişdi. Orada 641 millimetr civə sütunu müşahidə olunmuşdu. Bu ikisini əzbər bilməlisiniz. Testində suallarıdır. Deməli, ən yüksək oldu Sibirdə 816, ən alçaq oldu Yaponiyada Nensi qasırğasında 641 millimetr civə sütunu. Bu qədər.